Salam, sabahınız xeyir, gününüz xeyirli, uğurlu olsun əziz tamaşaçılar. Azərbaycan televiziyasının efirində telesəhər izləyirsiniz. Sizinlə studiyada mən İlhan və dəyərli, əziz, gözəl həmkarım Könüllə birlikdə bugün də sizə yaxın 2 saat ərzində bir-birindən maraqlı mövzuları təqdim edəcəyik. Odur ki, diqqətiniz bizdə olsun. Həftənin şənbə günüdür. Demək olar ki, iş günlərini gerdə qoymuşuq. İstirahət günlərimiz başlayıb və planlaşdırdığımız bir plan var ki, həmin plan üzrə yəqin ki, istirahətimizi təmin edəcəyik. Mən isə vaxt itirmədən öz həmkarımı salamlamaq istəyirəm. Sabahın xeyir Könül. Sabahın xeyir İlhan, mən də səni salamlayıram. Çox əlayam, keyfimiz, əhvalımız hər zaman olduğu kimi əladır. Çünki telesəhər komandası olaraq həftə sonu da əli dolu gəlmişik və elə istirahət günlərini yaşayırıq. Yay fəslidir və planlarımızı da müxtəlif formada icra etməyə çalışırıq və tamaşaçılarımızla da bugün həm söhbət olacağıq. Çünki şəhərdə istirahət üçün ən çox hansı məkanlara üstünlük verirsiniz? Bu mövzu ətrafında da danışacağıq. Günün mövzusunu elan edək. 050-245-37-17 WhatsApp nömrəsinə fikirlərinizi bildirin. Elə ola bilər ki, demək olar ki, eyni məkanlarda da istirahət etmiş ola bilərik.